Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə Anarın keçən ilin son gecəsi əsərini keçirik. 9-cu sinif ədəbiyyat dərsliyində verilib həmən əsər. Anar deməli bugün yaşayan müasir yazıçılarımızdandır. Publisisti və Anarın əsərlərində müasir insanın həyatı, insanın gündəlik məişətdə olan qayğıları, problemləri öz əksini tapır. Bu da demək olar ki, belə əsərlərdən biridir. Keçən ilin son gecəsi 2 hissəli bir pyesdir və çox gözəl bir əsərdir. Tamaşası da var, tövsiyə edirəm, tamaşasına da baxasınız. Onda daha aydın başa düşəcəksiniz. Oxumağa çalışacağım sizə və təbii ki, əsərin hər bir xırdalığını sizə çatdırmağa çalışacağım. İlk növbədə sizdən xahiş eləyəcəm ki, kanala abunə olmağı və paylaşmağı yaddan çıxartmayın. Kanala abunə olun ki, gələn videolarımızdan xəbərdar olasınız. Keçən ilin son gecəsi. Gəlin ilk öncə deməli obrazlarla tanış olaq, görəyim burada kim var. Birinci burada Həmidə xala var. Həmidə xala kimdir? 50-51 yaşlarında olan bir qadındır. Həmidə xala deməli 50-51 yaşlarındadır və onun böyük oğlu Rüstəmdir, böyük qızı isə Gülnardır. Deməli Həmidə xalanın 50-51 yaşı var. Həmidə xala özü baş obrazdır, 50-51 yaşlarındadır. Yoldaşı var Qəzənfər, onun burada adı verilməyib, ona görə ki Qəzənfərin adı gedir, özü isə deməli iştirak etmir əsərdə, çünki Qəzənfər artıq dünyasını dəyişmiş, ölmüş bir obrazdır. Sonra deməli Həmidə xalanın 4 dənə övladı var. 4 övladı var. Birinci övladı ən böyüyü Gülarədir. Gülarə qızıdır. 25 yaşında. Sonra ikinci övladı Rüstəmdir. 22 yaşında. Daha sonra Dilarə gəlir 17 yaşında və Tofiq sonuncu deməli övladıdır. Bir qız, bir oğlan, bir qız, bir oğlan, Gülarə, Rüstəm, Dilarə, Tofiq. Bu şəkildə deməli övladları, 4 övladı var, 2 qız, 2 oğlu. Gülarənin deməli yoldaşı kimdir? Gülarənin yoldaşı deməli Süleyman olur. Süleymanla Gülarə ər-arvaddılar, yoldaşıdır. Sonra Vaqif də ki Gülarənin oğludur. Deməli Vaqif, Gülarə, Süleyman, baxın bunlar bir ailədir, yadınızda qalsın. Vaqif, Gülarə, Süleyman bunlar bir ailədir. Vaqif Gülarənin oğludur. Burada bir digər də Vaqif obrazı var. O da deməli Tofiqin yoldaşlarındandır. Amma onun adı burada keçməyibdir. İxtisarla verilib əsər. Sonra Çingiz obrazı var. Tofiqin yoldaşıdır. Şamildir, Tofiqin yoldaşıdır. 2 obraz var. Çingiz, Şamil. Bunlar Tofiqin yoldaşlarıdır. Tofiq bilir ki, ən balaca oğludur. Leyla Dilarənin rəfiqəsidir. Dilarə deməli 3-cü övladıdır. Dilarənin rəfiqəsidir. Kamilə Rüstəmin nişanlısıdır. Rüstəm böyük oğlu deməli Kamilə ilə nişanlıdır. Səkinə xala qonşu qadındır. 45-46 yaşlarında qonşu qadındır. Həmidə xala həmişə onunla söhbətləşir və eynəkli kişi olur ki, paçtalyondur. Deməli, o haqda da məlumatımız olacaq əsərdə. Televiziyada diktor var, diktoru göstərir və o gedir burada əlavə epizodik obraz kimi. Və telefondan gələn səslər var, Tofiqin yoldaşları var, küçədən keçənlər var. Bunlar epizodik deməli obrazlar kimi gedir. Tanış olduq. Deməli baş rolda kim gedir? Həmidə xala. Və neçə övladı var? 4 övladı var. Hansı övladı deməli evlidir, ailəlidir? Gülarə ailəlidir. Süleymanlı ailəlidir və bir dənə övladları var, Vaqifdir. Və bildik ki, nişanlı olan da Rüstəmdir. Dilarə ilə Tofiq isə deməli hələ məktəbli sayılırlar, məktəblidirlər. Baxaq birinci hissəyə. Baxın, əsərin əvvəlində dialoqlara keçməmiş bu şəkildə bir hissə verilirsə, bu hissə nə adlanır? Remarka adlanır. Yadınızda qalsın, remarka. Diqqətli olun, remarka. Bilməyənlər qeyd eləsin. Əsərin əvvəlindəki hissə remarka adlanır. Bu ancaq dram əsərlərinə aid olan bir deməli hissədir, remarkalar. Yalnız dram əsərlərində olur. Başlayırıq. Birinci hissə 2 hissəli pyesdir. Birinci hissədən başlayırıq.
Böyük səhnə pərdəsi açıq. Böyük səhnə pərdəsi açıqdır. Onun yerinə başqa bir pərdə asılmışdır. Bu pərdənin üzərində şəkil çəkilmişdir. Çılçıraqlı Bakı gecəsi, evlərin, küçələrin ulduz işıqları, dənizdə rəngarəng işıq siqnalları. Ön planda Nərimanov prospektinin yeni binalarından biri, binanın 3-cü mərtəbəsindəki mənzilin balkonu qabağa çıxıbdır. Deməli, hadisələr harda baş verir? Hadisələr harda baş verir? Hadisələrin baş verdiyi yer Bakıdır. Çünki Bakı gecəsindən danışır və rəngarəng işıq siqnallarından danışır və ön plandakı Nərimanov prospektindən gedir söhbət. Və evin 1-ci mərtəbəsində ərzaq mağazası yerləşir. Bu mağazanın qapısından girib çıxan adamları görürük. Həmidə xala balkona çıxır, üzünü qonşu balkona tutub çağırır. Deməli, harda baş verir? Bakı gecəsidir, Bakıda baş verir, Nərimanov prospektində yerinə qədər deyir. Və Həmidə xala nə edir? Balkona çıxır, üzünü qonşu balkona tutub çağırır. Kimi çağırır? Səkinə xalanı. Həmidə xala deməli başlayır çağırmağa. Səkinə bacı, ay Səkinə bacı. Bitişik qonşu eyvana Səkinə xala çıxır. Həmidə, axşamın xeyir ay Səkinə bacı. Səkinə, aqibətin xeyir Həmidə bacı. Həmidə, bu il belə başa vurduq. Səkinə, heç demə, gözümü açıb yumursam, bir də görürsən ki, il qurtarır. Təzə ili evdə qarşılayırsan. Təzə ili evdə qarşılayırsan, sual verir. Səkinə deməli, Həmidə xalaya kim sual verir? Səkinə sual verir ki, təzə ili evdə qarşılayırsan. Rəhmətliyin qızı, bəs harda olacam? Səkinə, mən oğlumgilə gedəcəm, Fazilgilə. Deməli, oğlugilə gedən kimdir? Səkinədir. Oğlumgilə gedəcəm, Fazilgilə. Oğlugilə gedən kimdir? Səkinə xaladır. Sən Allah, gəl sən də gedək. Bilirsən də necə sevinərlər. Tək oturma evdə. Deməli, Səkinə xala deyir ki, yeni ili sən evdə tək qarşılayacaqsan, Həmidə xalaya deyir. Həmidə xala deyir ki, bəli, mən tək qarşılayacağam. Hara gedəcəm deyir, ay rəhmətliyin qızı. Səkinə deyir ki, mən oğlumgilə, Fazilgilə gedəcəm. Gəl sən də gedək, valla bilirsən ki, necə sevinərlər. Yəni, səni görməyə necə sevinərlər. Həmidə, yox, çox sağ ol, tək deyiləm. Bilmirəm, gün hayandan çıxıb, bu gecə uşaqların hamısı evdədir. Onlardan çıxmayan iş. Sənə də zəhmət verirəm. Səkinə bacı, mənim sizdə bir böyük buludum var, ha. Əgər lazım deyilsə, boy, o nə sözdür, Həmidə bacı? Bu saat gətirirəm, maşallah deyəsən, qonağın çoxdur. Həmidə iftixarla, iftixar nədir? Yəni fəxrlə, fəxr eləyə deyir ki, hə, oğlumun yoldaşlarıdır. Səkinə, bu saat gətirirəm, bu saat. Deməli, Həmidə xala Səkinə xalanı niyə çağırıbdı qonşu Səkinəni? Çağırır ki, mənim səndə böyük bir buludum var, o buludu ver. Və Səkinə ona təklif eləyir ki, gəl gedək, mənə ilə oğlum gilə. Və qonaqların Həmidə xala çox olacağını deyir və buludu istəyir. Hər ikisi içəri keçirlər. Deməli, hər ikisi neyinir? İçəri keçir. Həmidə xalagilin mənzili, qonaq otağı, otaqda stol, divar, bufet, televizor, radio, maqnitofon, divar saatı, divarda mərhum Qəzənfərin, Həmidə xalanın ərinin qara haşiyəli iri foto şəkili. Deməli, Qəzənfər, bayaq dedim sizə ki, Qəzənfər Həmidə xalanın əridir, sadəcə dünyasını dəyişdiyi üçün deməli, əsərdə rol almır və onun şəkli var. Balkona, mətbəxə və o biri otağa açılan 3 qapı. Pəncərənin deməli, Bakı gecəsinin sayrışan işıqları görünür. Həmidə xala mətbəxə keçir. Tofiq, Çingiz və Şamil maqnitofonla məşğuldular. Həmidə xala deməli keçir mətbəxə. Tofiq kimdir? Oğludur. Çingizdir, Şamildir, Tofiqin dostlarıdır. Onlar da nə ilə məşğuldur? Maqnitofonla məşğuldular. Lent kasetini çıxarıb maqnitofona taxırlar. Düyməni basırlar. Musiqi səsi eşidilir. Onlar da bir müddət dinləyirlər. Yəni, deməli, Tofiqin 15 yaşı var. Çingizlə Şamil də onun sinif yoldaşlarıdır. Və bir yerdə gəliblər. Deməli, maqnitofonla məşğuldular. Mahnı qoyurlar, qulaq asırlar. Şamil, budur sənin yazıların. Budur sənin yazıların. Şamil soruşur deməli bunu Tofiqdən. Bu motivə mənim nənəmin cavanlıq vaxtlarında oynayırlarmış. Bu motivə, yəni bu qoyulan mahnılara, bu səslənən mahnılara mənim nənəmin cavanlıq vaxtlarında, yəni bir lağ eləyir ki, köhnə vaxtlardan qalan mahnılarda. Tofiq, dayan, yox, bu kasetdədir. Al bir buna bax, deyir, yox, dayan, bu kasetdədir. Al bir bunu tax, deyir ora.
Musiqini kəsib başqa kaset taxırlar, başqa musiqi səslənir, telefonun səsi çalınır. Dilarə yürürülüb gəlir, dəstəyi qaldırır. Dilarə də bilirik ki, ikinci qızıdır. Birinci qızı Gülarədir, ikinci qızı Dilarədir. Dilarə, alo, alo, eşitmirəm. Tofiq əsəbi, əşik, kəs bu zibilin səsini. Şamil düyməni basır, musiqi kəsilir. Dilarə, heyecanla, alo, dəstəyi qoyur. Tofiq, nə oldu? Astı, asacaq da, yəqin elə bildi dəlxanaya düşüb. Niyə görə deyir dəlxanaya düşüb? Yəni musiqinin səsindən o biri tərəfdəki məni eşitmədi və yaxud mən yəni onu eşitmədim deyir. Bəs bu lenta nədir? Şamil soruşur ki, bu lenta nədir deyir. Lenti soruşur. Deməli, Dilarə telefonu götürür və telefonda kim nəsə danışırmı? Heç kəslə danışmır. Telefonu yerə qoyur. Niyə görə deyir dəlxanaya düşüb? Çünki musiqi səsləri qarışıb. Deyir, yəni mən eşitmədim telefonu. O tərəfdəki də telefonun dəstəyini asdı. Tofiq, heç özüm də bilmirəm. Bu saat qulaq asarıq. Kaseti taxır, düyməni basır. Bülbülün sənsiz eşidilir. Deməli, hansı mahnı eşidilir? Kaseti taxır və bülbülün hansı mahnısı gəlir? Sənsiz mahnısı eşidilir. Heç özüm də deyir, bilmirəm nədir. Həmidə xala həyəcanlı halda tələsik mətbəxdən otağa qaçır. Həmidə xala deməli bu sənsiz rədifli şeirini eşidən kimi, mahnısını eşidən kimi mətbəxdən deməli qaçır, gəlir. Hövlanak. Hövlanak nədir? Yəni deməli təngə nəfəs. Təngə nəfəs qaçır, gəlir. Qaçır gəlir ki, saxla onu, saxla. Şamil düyməni basır. Həmidə xala maqnitofona yanaşır. Verin bura onu, tələsik lenti alır. Deməli, bu Həmidə xalaya məxsus olan bir lentdir. Tələsik lenti alır və verin deyir onu mənə. Nədir ki? Tofiq soruşur. Bu lentlə işiniz yoxdur. Məbadə buna deyəsiniz. Məbadə buna deyəsiniz. Yəni bununla işiniz yoxdur, buna dəymək olmaz, qadağan eləyir. Lenti aparıb bufetin gözündə gizlədir. Açarla bağlayır. Açarı deməli döşlüyünün cibinə qoyur. Lenti hətta aparır bufetdə gizlədir, açarı da qoyur döşlüyünün cibinə. Uşaqlar təəccüblə bir-birinə baxırlar ki, görəsən o lentdə nə vardı da. Tofiq, ana, o nə lentdir ki? Həmidə əsəbi. Nə borcuna? Dedim, dəyməyin də. Birdən belə kəskin danışığı üçün pərt olur. Mehriban gülümsəyir, uşaqlara yanaşır. Tofiqin başını sığallayır. Qurban olum, o lentdə sən istəyən bir şey yoxdur. Köhnə yazıdır. Rəhmətlik atan yazı bu vaxtı. Bülbülün sənsizi oxuyur. Oğlunu öpür. Qonaqların haçan gələcək deyir. Oğlunu öpür, deyir qonaqların haçan gələcək. Yəni oğlunun xətrinə biraz sərt danışdığı üçün hiss edir ki, oğlunun xətrinə dəyib. Ona görə də gəlir, deyir ki, rəhmətlik atan o vaxtı yazdırıb bunu deyir. Burada yəni bülbülün sənsiz mahnısıdır. Sənə aid bir şey yoxdur. Soruşur ki, qonaqların haçan gələcək? Tofiq də deyir ki, birazdan gələcəklər. Həmidə otaqdan çıxır. Tofiq, Şamil, bəs sən gətirən lentlər hanım? Bu deyil, elə bu... Çingiz bəsdir də, rəqs axşamı düzəltmirik ki. 3 kaset səninki, 2 bu, Seyran da gətirəcək. Deməli, Seyran da deməli, Tofiqin dostlarından biridir. Deyir, Seyran da gətirəcək. Tofiq, bir bunu da qulaq asaq, bir buna da qulaq asaq. Deyir, deməli, bunlar əylənmək üçün lent kasetləri axtarırlar, musiqilər axtarırlar. Lenti taxırlar, ritmik musiqi. Uşaqlar yenə bayaqki kimi rəqs edirlər, oxuyurlar. Rüstəm qapıda görünür, o acıqlıdır. Rüstəm də böyük oğludur, nişanlı olan oğlu. Qapıda görünür, acıqlıdır. Deməli, Rüstəm bilirik ki, nişanlıdır. Rüstəmin 22 yaşı var və Rüstəmin nişanlısının adı nədir? Kamilədir. Deməli, mən başa düşmürəm. Bura dəlxanadır, stadiondur, küçədir, meşədir, çöldür, ya evdir. Qonşuları köçürtmək istəyirsiniz. Biraz yavaş olmaz. Bunu da çıxır kim deyir hirsli halda? Rüstəm deyir. Rüstəm Tofiqə və onun dostlarına hisslənir. Şamil cəld səsi azaldır. Şamil deyir, maqnitofonun səsini azaldır. Rüstəm, ana, ay ana. Həmidə gəlir. Nədir ay Rüstəm? Ana, mən özümü pis hiss eləyirəm. Başım ağrıyır, yatacam. Xahiş eləyirəm, səs-küy salmayın. Deməli, başı ağrıyan, yatmaq istəyən kimdir? Rüstəmdir. Və səs-küy salmayın deyir. Yadınızda qalsın və bu qeydləri aparın. Başı ağrıyan, yatmaq istəyən kimdir? Rüstəmdir.
Həmidə, yaxşı, gözlərinin qadasını alım. Ged o otaqda biraz yat, dincəl. Vaxtı gələndə oyadarıq səni. Yeni ili qarşılayarıq. Rüstəm gedir. Deməli, Həmidə deyir. Tofiq, qurban olum. Siz də onun səsini bir balaca aşağı salın. Yaxşımı? Şamil, baş üstə anacan. Gedirlər. Səkinə gəlir, əlində iri bir bulud var. Səkinə çağırır. Səkinə kim idi? Dedik qonşudur. Və onu çağırır. Ay, bu evin yiyəsi. Həmidə gəlir. Xoş gəlmisən, səfa gətirmisən. Gətirdin. Ay, sağ olayım. İri buludu Səkinədən alır. Otur da, Səkinə bacı. Ayaq üstə niyə dayanmısan? Səkinə. Yaxşıdır, narahat olma. Otururlar. Deyirəm, ay Həmidə bacı. Bugün o gün olsun. Bunlardan da iri buludlarda aş pişirəsən, oğullarının, qızının toyunu eləyəsən. Oğullarının deyir, yəni 2 oğlunun, bir də qızının birini nəzərdə tut. Çünki qızının biri Gülarə artıq ailəlidir. Həmidə çox sağ ol. Sənin Ramizivin toyunda aş pişirək. Səkinə, deməli evdəsən bu axşam. Həmidə, harda olacam? Təzə ili qarşılamaq dəb düşəndən heç elə olmayıb ki, bu gecə bir yerə qonaq gedəm. Həmişə evdə. Yox, amma yalan dedim. Yox deyir, amma yalan dedim deyir. Bir yadına düşür ki, bircə dəfə evdə olmamışam. 52-ci il olardı deyir. Yadına düşür, hətta ilinə qədər deyir ki, 52-ci il olardı ki, deyir. Bu illərdə, yəni 1952-ci ildə evdə olmamışam. Qəzənfər rəhmətliklə Moskvadan qayıdırdıq. Hardan qayıdırdılar? Moskvadan qayıdırdılar deyir. Rəhmətliklə deyir, Moskvadan qayıdırdıq. Və Mahaçqalanın yanında poyezi saxladılar. Poyezi saxladılar deyir. Yəni qatar, poyezi deyəndə qatarı deyir. Qatarı saxladılar. Və yolu qar basmışdı. Təzə ili vaqonda qarşıladıq. Yəni yolu qar basdığı üçün saxlayıblar və təzə ili bunlar da harda qarşılayıbdı? Təzə ili qatarda qarşılayıblar, vaqonda qarşılayıblar. Yazıq rəhmətlik düşdü getdi. Ayından, oyundan alıb gətirdi. Ayından, oyundan, yəni yemək içmək bir şey aldı, gətirdi ki, yesinlər, içsinlər. Səkinə, yaxşı adam idi. Səkinə deməli Qəzənfərin dalıcan deyir ki, yaxşı adam idi. Həmişə min dillə dindirərdi. Yəni adamı min dillə dindirərdi. Köksünü ötürdü. Heç elə bil yox imiş. Ay Həmidə bacı, vallah bu dünyanın vəfası yoxdur. Öldüyü neçə ildir? Öldüyü neçə ildir? Artıq bunu soruşan kimdir? Səkinə xala soruşur ki, bu dünyanın vəfası yoxdur. De görək deyir, öldüyü neçə ildir? O da deyir ki, 11-ci il tamam oldu. Elə bilirəm deyir, dünən idi. 11-ci ili deyir, tamam oldu. Deməli, Qəzənfərin öldüyü 11 ildir. Elə bilirəm deyir, dünən idi. 11 il gör necə gəlib keçdi. Ölümdən sonra 1-ci illər dəli kimi idi. Ay Səkinə bacı, deyir, dərd süfrə deyil ki, açasan. Qəzənfər sağ olsaydı, gör indi bu gecə burada nə vur çatlasın, nə şadyanalıq vardı. Səkinə, mənə deyirsən, elə bilirsən yadımdan çıxıb o məclislər. Ta Bakıda neftçi yox idi ki, bu evdə qonaq olmasın. Deməli, deyir, neftçi yox idi ki, bu evdə qonaq olmasın. Deməli, Qəzənfər necə adam olub? Qəzənfər yeyib içən adam olubdu, qonaqpərvər adam olubdu, məclislər tez-tez keçibdi. Deməli, neftçi olubdu. Qəzənfər kim olub? Neftçi olubdu. Neftçi olub və neftçi olan dostları da hamısı yığışlarmış Həmidə xalanın, Qəzənfərin süfrəsinin başına. Qonaq getməyi sevərdi. Özü də yaman qonaqçıl idi. Hamı da xətrini istərdi. İndi istəməsin. Böyüklə böyük idi, uşaqla uşaq. Deyir, qonaq getməyi sevərdi. Deməli, qonaqçıl insan idi. Demə. Bunu da Səkinə deyir. Görürsən, mədəndə işə gedib, neçə gündür evə qayıtmayıb. Nə gündüzü var, nə gecəsi. Amma yenə də gəl işini qurtarıb evə qayıdırdı. Vəssalam, yorğunluq, arğınlıq bilməzdi. Deyərdim, ay kişi, bir yat, dincinə al, rahatlan, kimə deyirsən. Götürüb telefonu o dostuna, bu dostuna zəng eləyir, bir də gördüm, bütöv ev doldu. Yəni deyir, mədəndə işləyir də, neft mədənində işləyirdi, qalırdı işdə, neçə günlərlə deyir, işdə olurdu və evə qaydanda da zəng eləyir, dostlarını yığırdı. Həmidə xala da ona dincəlməyi təklif eləyirdi, amma o dincəlmirdi. Dilarə otağa daxil olur. Dilarə, salam Səkinə xalam.
Ana, mənə zəng eləyən olmayıb ki? Həmidə, yox, qızım olmayıb. Dilarə televizora yanaşır, düyməni vurur, bir qədər gözləyir. Sonra o biri otağa keçir. Səkinə, maşallah. Dilarə lap yekə qız olub. O gün sabah bir də görəcəksən, elçilər qapını tanıdı. Deyir, bir də görəcəksən ki, elçilər gəldi, sən də qapını tanıdı, deyir. Yəni, Dilarə üçün. Dilarənin neçə yaşı var? Dilarənin də 17 yaşı var. Yadınızdan çıxmasın. Deməli, ardıcıllığı yadda saxlamaq üçün əsəri bu şəkildə xırdalıqla verirəm ki, sizə bir, məsələn, test düşəndə, qarşınıza çıxanda orada ardıcıllıq istəyəcək. Ona görə ardıcıllıqla gedirik. Bunları sizə xatırlatmağa çalışıram. Yox əşi, qoy görək sən Allah, hələ tezdir, qoy oxusun, qutarsın, 50 bir çörəyə çatsın. Amma tfu göz dəyməsin, maşallah, nə gözəl səsi var. Dilarənin o gün konsertdə oxumağı heç yadımdan çıxmır, Həmidə. Qızımın səsi qiyamətdir. Yəni, qızının səsini Həmidə özü də tərifləyir, Səkinə də tərifləyir. Deməli, səsi olan Həmidə xalanın övladlarından kimdir? Səsi olan, deməli, Dilarədir. Dilarə oxumağı bacarır, Səkinə. Sənə çəkib də, ay Həmidə bacı, elə bilirsən yadımdan çıxıb, bu evə yeni köçmüşdünüz. Təzə gəlin vaxtın idi. Hər axşam bülbül kimi cəhcəh vururdun. Biz də divarın dalından qulaq asıb həzz alırdıq. Sən nə danışırsan? Sən Allah, yadındadır mənim oxumağım, özümün yadımdan çıxıb. Deyir, Həmidə xala deyir ki, sən Allah deyir, sənin yadındadır mənim oxumağım deyir, mənim özümün yadımdan çıxıb deyir. Deməli, Həmidə xalanın da özünün gözəl səsi olub və Dilarə də Həmidə xalıya oxumaqda Həmidə xalıya çəkibdir. Xoşlanaraq, Həmidə deyir, xoşlanaraq, əşi qoy oturaq. Deyir, Səkinə deyir ki, niyə yadımda deyil? Kişi indiyəcən deyir, Həmidə bacı oxumağın dalınca getsəydi. İndi lap yəqin, məşhur artist idi. Xalq artisti idi indi mütləq. Deməli, bu sözləri kim deyibdi? Xalq artisti idi indi mütləq, əgər oxumağının dalınca getsəydi. Bunu Səkinənin yoldaşı deyibdi. Səkinənin yoldaşının adı burada verilmir. Amma Səkinə deyir ki, yoldaşım deyir ki, Həmidə bacı oxumağın dalınca getsəydi, indi mütləq deyir, məşhur bir artist idi. Bunu deməli, Səkinə xalanın yoldaşı deyir. Həmidə xala da bu sözlərdən xoşlanaraq, xoşallanır da. Əşi qoy oturaq deyir. Səkinə deyir ki, bəs nəyə cəb dalıcan getmədin? Ay Həmidə bacı. Hələ bir soruşur ki, niyə dalıcan getməmsən? Maraq doğurur. O vaxtı soruşa bilməyib. Yəni, biraz məsafəli olublar da. Təzə qonşu olubdu, təzə köçübdü. İndi soruşur ki, mən nəyə cəb getməmsən? Həmidə də deyir ki, nə bilim valla. Biraz özüm, deməli, baş toyuqluq elədim. Biraz da Qəzənfərdən oldum. Allah rəhmət eləsin. Çox yaxşı adam idi. Amma biraz qəlbi qaraydı. Yaman qısqanc idi. Qəlbi qaraydı deyəndə onun qısqanclığını nəzərdə tutur. Yəni pis mənada yox, pis insan deyildi. Yaxşı adam idi. Sadəcə biraz qısqanc idi deyə deyir ki, qəlbi qaraydı. Deyirdi, mən razı olmaram ki, arvadım artistqalıq eləsin, səhnəyə çıxsın. Bir yandan da ki, uşaqlar deməli oldu dalbadal. Daha oxumaq zad yadıma düşmədi. Deməli, biraz özü baş soyuluq eləyib. Niyə görə? Çünki uşaqlar dalbadal olub, dalbadal 4 uşağı doğulub. Özü baş soyuluq eləyib, oxumaq zad yadına düşməyib, başı qarışıb ev məişət işlərinə. Biz axı dedik, məişət dramıdır, ev məişət, gündəlik məişət dramıdır. Deməli, başı qarışıb evdə uşaqlara ev işlərinə. Və bir tərəfdən də Qəzənfər deyib ki, mən razı olmaram ki, arvadım getsin, artistqalıq eləsin. Bir tərəfdən də bunu fikirləşib, yəni getməyibdir. Amma əslində, deməli, Həmidə xala getsəydi, yəni tanınmış bir müğənni olardı deyilənə görə. Həmidə, deməli, Səkinə də deyir ki, amma heyf çox heyf, əməlli başlı qabiliyyətim vardı. Həmidə deyir, hərdən görürsən, özümün də heyfim gəlir. Rəhmətlik Üzeyir bəy, bilirsən necə bəyənirdi mənim oxumağımı? Üzeyir bəy deyəndə burada Üzeyir Hacıbəylini nəzərdə tutur. Bəstəkarın adı da keçib burada. Rəhmətlik Üzeyir bəy, yəni Üzeyir Hacıbəyli mənim oxumağımı necə bəyənirdi deyir. Burada Üzeyir Hacıbəylinin adı keçibdi, yadınızdan çıxmasın. Necə bəyənirdi mənim oxumağımı? Buraxmırdı ki məni. Qəzənfərin yanına çağırıb danlamışdı da. Deməli, Qəzənfərlə Üzeyrin, o vaxtı Üzeyir bəyin diyaloqu da olubdu Həmidənin oxumağına görə. Deyir, bu istedaddır. Niyə şikəst eləyirsən? Qəzənfər də daha onun üzünə ağ olmamışdı. Demişdi, özü bilər. Mənə də dedi ki, özün bil. Həvəsim var, oxu. Həvəsim var idi.
amma imkanım hardaydı. 4 uşaq böyütmək asandır. Oxumağa macal olacaqdı. Deməli, Qəzənfər sonradan razılaşır. Çünki Üzeyir onu çağırır, deyir get oxu. O da deyir ki, Üzeyir deyir ki, sən onu niyə şikəst eləyirsən də, qoy oxusun. O da deyir, həvəsim var, get oxu. Qarşısını kəsmir. Amma deyir, oxumağa macal yox idi. Oxumağa deyir, hardan macal olsun? 4 uşaq böyütmək deyir, bəyəm asan iş idi. Səkinə də deyir ki, fikir eləmə, Həmidə bacı. Deməli, qismət deyilmiş. İndi Allah qoysa, Dilarə sənin payına da böyük bir artist olar. Dilarə deyir, sənin payına böyük bir artist olar. Deməli, Dilarə oxuyar, deyir, böyük bir artist olar. Sən də yəni o günləri görərsən. Tək olsun, görürsən, hərdən Dilarənin notları keçir əlimə. Bütün cavanlığım gəlir bircə-bircə, durur gözümün qabağında. Çəkilirəm bir bucağa. Doyunca ağlayıb, ürəyimi boşaldıram. Nəysə, tək bu uşaqlar bir yana çıxsınlar. Qalan hamısı düzələr. Yəni böyüklərdən arxayınam. Gülarə ilə Rüstəm daha öz balalarının başlarını özləri dolandırır. Bir bu balacaları Tofiqlə bunu da oxutdurup başa çatdırsaydım rahat ölərdim. Deməli, deyir ki, Rüstəm də əvvəl oxumağından deyir, Dilarə deyir oxuyar. O da deyir, Dilarə, deməli Həmidə xala Dilarənin artist olmağının əleyhinə deyil ha, yadınızda qalsın. Dilarənin artist olmağının əleyhinə deyil, deyir təki olsun, təki getsin artistka olsun. Ya onun əleyhinə deyil, oxumağını istəyir, artist olmağını istəyir. Və deyir ki, burada Rüstəm də, Gülarə artıq evlidir, öz ailəsi var. Rüstəm də deyir, nişanlıdır, deyir, özlərini dolandırırlar. 22 yaşı var, 2 balaca, yəni məktəblisi var, bir Tofiqdir, bir də ki, bir də deməli Dilarədir. Deyir, bunlar da bir yerə çıxsaydı, mən rahat deyir, ölərdim. Yəni da bir şey də olardı, əlləri çörəyə çatdırsaydım, deyir, rahat olardım. Yəni onu demək istəyir. Səkinə deyir ki, boşla görək, ay Həmidə bacı, ölmək zat nədir? Hələ nəvənin toyunda sındırıb oynayacaqsan. Nəvən neçə yaşındadır? Nəvənin toyunda Həmidənin deməli neçə dənə nəvəsi var? Bir dənə nəvəsi var. O da kimdir? Tofiq. Tofiq yox, bağışlayın. Vaqif. Kimdir o da? Deməli, Vaqif. Vaqif də kimin uşağıdır? Gülarə ilə Süleymanın uşağıdır. Onların uşağıdır, bir dənə nəvəsi var, Vaqif. Qadasının alımı onun deyir, 5 yaşındadır. Elə şirin baladır ki, deyir. Deməli, neçə yaşındadır Vaqif? 5 yaşındadır. Elə şirin baladır ki, deyir, Allah saxlasın, Allah səninkiləri saxlasın. Həmidə də deməli, Səkinə üçün deyir ki, Allah səninkiləri də saxlasın. Səkinənin də deməli, nəvələri var. Səkinə amma Həmidə xaladan balacadır. Həmidə xala deməli, birinci pərdənin sonluğunun qısa məzmunu, bu şəkildə birinci pərdənin sonluğunun qısa məzmunu burada verilir bizə. Və bu hissədə ki, nə baş verir? Həmidə xala Səkinəyə sevinclə övladlarının hamısının yeni ili öz evlərində onlarla birlikdə keçirəcəyini deyir. Tofiq, Şamil, Çingiz deməli, telefon butkasına keçib dostlarına zəng edəndə eynəkli kişi onları danlayıb butkadan çıxır. Deməli, Tofiq, Şamil, Çingiz gedirlər ki, telefon butkasından dostlarına zəng eləsinlər. Bu zaman nə olur? Eynəkli kişi, indi onu biz eynəkli kişi Həmidə xalanın evinə gəlib çıxacaq. Eynəkli kişi onları danlayıb butkadan çıxarır. Özü telefonla zəng edir. Tofiq və dostları Rüstəmin nişanlısı ilə küslü olduğunu, yeni il axşamı evdə qalacağını bilib pərt olurlar. Deməli, Tofiq ilə dostları bilirlər ki, Rüstəm öz nişanlısı ilə küslüdür və yeni il axşamı Rüstəm heç ara getməyəcək, evdə qalacaq və buna görə uşaqlar pərt olurlar. Onlar öz dostlarına zəng eləyib yeni ili ata-anası evdə olmayan Vaqifgildə qarşılamaq qərarına gəlirlər. Deməli, bu Vaqif, nəvə Vaqif deyil. Görürsünüz, burada digər bir Vaqif də var. Bu Vaqif, Tofiqin dostu Vaqifdir. Bilirlər ki, artıq uşaqlar yığışıb, deməli, Tofiqgildə keçirdəcəkdilər, Həmidə xalagildə keçirdəcəkdilər yeni ili. Amma bildilər ki, Rüstəmlə nişanlısı küsülüdür, Rüstəm evdə olacaq. Bunlar da səs-küy eləyəcək yaxın. Rüstəmin də kefi yoxdur, yatmaq istəyir, düzdür. Və bir keyf olurlar, pərt olurlar. Ona görə də düşürlər aşağı, telefon butkası olur, telefon kioskları olur. Oradan zəng eləyirlər digər dostlarına ki, görsünlər kimin ana-atası evdə yoxdursa, gedib onlar da bayram keçirsinlər.
Telefon butkasından da bunları kim çıxardır? Eynəkli kişi çıxardır telefon butkasından ki, çıxın buradan. Onlar çıxır telefondan, deməli, eynəkli kişi özü zəng edir. Eynəkli kişi kimdir? Paştalyonda. Və yeni ilə ata-anası evdə olmayan Vaqifgildə qarşılamaq qərarına gəlirlər. Kimgildə? Vaqifgildə. Deməli, əsərdə 2 Vaqif var. Bir nəvə Vaqif var. Nəvə Vaqif var. Görürsünüz, bir şirin baladır. 5 yaşında. Bir də Tofiqin dostu Vaqif var. Hansı ki, ata-anası evdə olmayacaq. Onlar gelib orada yeni il qarşılayacaqlar. Şamil, Tofiq, Çingiz görüşüb gedirlər. Həmidə xala onları ötürür. Qapı çırpılır. Pərdə düşür. Həmidə xala pərdənin qabağında eyvana çıxır. Tofiq, Çingiz və Şamil binanın qapısından çıxırlar, dönüb Həmidə xalaya əl eləyirlər. Tamaşa salonundan düşüb gedirlər. Deməli, bu dediyim hissə nə adlanırdı? Əvvəldə də dedim, remarka. Yadınızda qalsın. Remarka. Remarka nədir? Əsərin, deməli, bu əvvəlində rejissor, yəni aparıcılar tərəfindən səsləndirilən hissədir. Ancaq dram əsərlərinə aiddir. Və əsər necə bitdi? Tofiq dostlarını da götürdü, getdilər Vaqifgildə, deməli, bayram eləməyə. İkinci pərdə başlayır və burada yenə həmin otaq, Dilarə piano arxasında mahnı oxuyur, Həmidə mətbəxdən gəlib heyran-heyran ona qulaq asır. Qapının zəngi çalınır, Həmidə xala qapıya getmək istəyir, Dilarə onu qabaqlayır. Qaçıb qapını açır, dəhlizdən səslər eşidilir. Dilarə deməli piano arxasında oturub mahnı çalır. İkinci hissəmiz bu şəkildə başlayır. Həmidə xala, amma birinci hissə necə başlamışdı? Birinci hissə başlamışdı ki, Həmidə xala eyvandan Səkinə xalanı çağırır və ondan nə istəyir? Səkinə xalanı çağırır və ona deyir ki, deməli, mənim səndə olan buludumu gətir və o soruşur, bayramı evdə keçirəcəksən, evdə keçirəcəm. Bu hissələrlə başlamışdım. İkinci hissə isə Dilarə piano çalır, mahnı oxuyur, Həmidə xala da deməli heyran-heyran ona qulaq asır. Qapının zəngi çalınanda durur qapıya, deməli Həmidə xala getmək istəyir və Dilarə tez gedir qapını açır. Həmidə, gəlin, xoş gəlmisiniz. Ay Allah, mən bu Vaqif balama qurban olum. Deməli, xoş gəlmisiniz, bu Vaqif balama deyir, qurban olum. Xoş gördük. Ana, gələn deməli kimdir? Gülarədir. Deməli, Gülarədir, Süleymandır və övladları 5 yaşlı Vaqifdir. Axşamın xeyir Həmidə xala. Həmidə xala, Süleyman, Gülarə, Dilarə otağa keçirlər. Deməli, baxın, bu hissə yenə remarkadır. Deməli, otağa keçirlər. Balaca Vaqif Süleymanın qucağındadır. Gülarə onun paltosunu çıxarır. Həmidə xala əl-ayağa düşür. Cəld döşlüyünü açır, stulları düzəldir, süfrəni salır. Döşlüyünü, deməli, döşlüyü qabağına asdığı fartok deyirik, döşlüyü yeri, onu deməli tez açır, çıxardır qarşısından ki, yəni kürəkəninin yanında döşlüyü ilə görünmək istəmir, səliqəli görünsün və süfrəni salır, stulları düzəldir, süfrəni salır. Həmidə, gərək 5 dəqiqə qabaq gələydiniz. Tofiq də evdə idi. Bütün külfətimiz bir yerdə olardı. Heç elə düşmür ki, hamı bir yerə yığılsın. Həmişə kimsə yoxdur. Heyif. Görürsünüz də, sən Allah, əşim, daha keçib sizdən nə əcəb belə. Deyir ki, yəni siz də 5 dəqiqə əvvəl gəlsəydiniz, deyir, Tofiq də evdə olardı, hamımız bir yerdə olardı, 4 uşaq. Belə olur ki, deyir, hamı bir yerə yığıla bilmir və sizdən nə əcəb, deyir, siz də gəlmişsiniz. Nə əcəb, deyir. Və deməli, Həmidə deyir ki, Gülarə deyir ki, gəldik, sənin yeni ilini təbrik eləyək, deyir. Anasına deyir ki, gəldik ki, sənin yeni ilini təbrik eləyək. Çox sağ olun, Süleyman, sən necəsən? Süleyman, çox sağ ol, Həmidə xala, dolanırıq. Gülarə, Dilarə, sən nə əcəb evdəsən? Gülarə bacısından soruşur ki, yəni sən oxuyursan da, hər zaman şənliklərdə iştirak edirsən. Nə əcəb evdəsən o mənada? Dilarə çiyinlərini çəkir, yəni bilmədiyini deyir. Həmidə, hə, evdədir. Rüstəm də bugün evdədir. Dövlətimizin gəlha-gəlidir, deyəndə nəyi nəzərdə tutur? Yəni, övladlarının hamısının evdə olmasını. Kim deyir bu sözü? Həmidə xala deyir. Çırağıma nöyüt töküblər. Tofiq də evdə olacaqdı. Yoldaşı çağırdı, getdi. 5 dəqiqə bundan qabaq. 5 dəqiqə tez gəlsəydiniz, hamınız bir yerdə olardınız. Bütün ailəmiz. Sonra Tofiq getsəydi də eybi yoxdur. O getməmişdən əvvəl hamımız bir yerdə olardıq. Siz balaca olan vaxtlar kimi hamımız bircə Qəzənfər yazıqdan başqa
ətəyinin ucu ilə göz yaşını silir. Yəni Qəzənfəri görürsünüz tez-tez. Artıq ikinci, üçüncü dəfədir ki, Qəzənfərin adı çəkilir. Qəzənfər sahəsi üzrə ixtisası nə idi? Qəzənfər mədəndə işləyirdi, neftçi idi. Daha sonra Gülarə ayana qurban olum, özünü niyə köyrəldirsən? Di boşla, sən Allah, bayram axşamı olmaz belə. Yəni, niyə görə də atasını yadına salıb ağlayır, deyir, yəni niyə ağlayırsan, bayram axşamı olmaz. Həmidə, yox, qızım, ağlamıram. Elə belə. Birdən, nə bilim, vallah, nə oldu mənə birdən? Vaqifi qucağına götürür. Kim götürür Vaqifi qucağına? Deməli, Həmidə xala. Ay Allah, sən bu balama qurban. Ay Allah deyir, mən bu balama qurban olum, mən bu balama qurban olum. Dağda darılar, sümbül sarılar. Qoca qarılar bu balama qurban. Bir nə deyir burada? Oxşama deyir, oxşamadır. Deməli, əsərdə folklorumuza, şifahi xalq ədəbiyyatına müraciət varmı? Var. Və burada deməli bir əzizləmə, oxşama deyir. Süleyman deyir ki, çox atıb tutma, Həmidə xala, başı gicəllənər. Deməli, Süleyman biraz belə işə qarışandır da, yəni onu eləmə, bunu eləmə deyəndir. Çox atıb tutma deyir Həmidə xala, biraz başı gicəllənər. Maşallah, elə ağırdı ki, zindan kimi, pü göz dəyər. Dağdakı atlar göy otlar. Ərsiz arvadlar bu balama qurban. Bu balama qurban deyib yenə də əzizləyir. Qapının zəngi çalınır. Dilarə cəld qapıya tərəf cumur. Qapını açır. Leyla ilə birlikdə içəri girir. Deməli, kimdir gələn? Leyladır. Leyla kimdir? Dilarənin dostudur. Leyla. Təngə nəfəs. Bilirsən, Dilarə, salam Həmidə xala, təngə nəfəs gəlib. Həmidə, ay qız, bir nəfəsini dər görək, nə olub, deyir. Leyla, qaça-qaça gəlmişəm. Leyla deyir ki, qaça-qaça gəlmişəm, salam Gülarə bacı. Direktor deyir ki, bu saat Dilarə hardadırsa deyir, tap gətir. Heç onsuz da müsamirə olar. Salam Süleyman qardaş. Yəni tələsir deyə tez-tez danışır ki, salam deyir Süleyman qardaş. Kimi görür ona salam verir. Heç onsuz da deyir müsamirə olar. Müsamirə nədir? Yəni yeni il şənlikləri keçirilir, veçerlər, o belə şənliklər keçirilir. Müsamirə odur. Yeni il şənlikləri deyir, yəni onsuz da müsamirə olar, gəlsin deyir. Dilarə deməli, sevincini güclə boğaraq soyuq halda. Sevincini deyir güclə boğul. Əslində sevinir, getmək istəyir, amma özü sevincini güclə boğaraq ki, güya inciyib də. Xeyr, bağışlayacaqsınız. İndi Dilarə matah olub. Bizim lazım olsaydı əvvəldən proqrama salardılar. İndi görəsən kim gəlməyib, onu əvəz etməyə adam tapırlar. Deyir ki, indi deyir, nə matah olmuşam, deyir. Yəni, lazım olsaydı mənə proqrama deyir, əvvəldən salardılar. Kimsə gəlməyib, deyir, mənə əvəz eləmək üçün istəyirlər. Leyla deyir ki, yox, valla, direktor bilməyib ki, sən proqrama salınmayıbsan. Direktor deyir, bunu bilməyib ki, sən proqrama salınmayıbsan. Biləndə, bilirsən necə acıqlandı, qatdı aləmi bir-birinə. Azadın üstünə elə qışqırdı ki, deməli, Azad kimdir? Proqramı tərtib eləyəndi yəqin. Onun üstünə deyir, elə qışqırdı ki, deməli, qatdı aləmi bir-birinə deyir. Qara qızın dərdi varmış. Həmidə deyir ki, qara qızın dərdi varmış. Mən də deyirəm, bu niyə birdən-birə belə xanənişim olubdu? Xanənişim, yəni nazlı olubdu, nazlı qız olubdu, deyir. Niyə belə olubdu, deyir, birdən deyirəm, küsəyən xanənişin olubdu, nazlı olubdu. Yaxşı, tez elə, dur bu saat, geyin, naz vaxtı deyil. Çağırırlar, get. Bunu kim deyir? Deməli, Həmidə deyir ki, naz vaxtı deyil. Çağırırlar, çıx, get. Deməli, Gülarə deyir ki, nə özünü çəkirsən? Çağırırlar, get də. Bunu da kim deyir? Gülarə, yəni böyük bacısı deyir. Dilarə, mən evdə qalmaq istəyirəm. Süleyman deyir ki, inanan daşa dönsün. Süleyman da belə ilan kimi də sancan sözləri var. Deyir, inanan daşa dönsün. Deyir ki, inanan daşa dönsün ki, sən evdə qalmaq istəyirsən. Həmidə qızım, yaxşı deyil axı. Direktor özü dalınca adam göndərib. Yəni, direktorun sənin dalınca adam göndərməyi yaxşıdır. Get, özü də cəld deməli. Cəd tərpəndir, gecdir. Tez dur, yəni tez get. Dilarə o bile otağa keçir. Gülarə, lap uşaqdır, Həmidə. Leyla, otur da qızım, ayaq üstə durma. Leyla, zərər yoxdur, Həmidə xala, gözləyirəm. Gözləyirlər, deməli. Aşağıda deyir, məni gözləyirlər. Həmidə, yəni aşağıda yoxdur, məclisdə gözləyirlər, onu deyir. Həmidə, deyirsən direktor özü göndərdi, hə?
Leyla, hə Azad da yaman Azada da yaman acıqlandım. Həmidə kimdir ki Azad? Bizim sinif nümayəndəsidir. Həmidə də öz fəaliyyət dərnəyinin, həm də öz fəaliyyət dərnəyinin rəhbəridir. Pis oğlan deyil, amma nədənsə Dilarə ilə onunki heç gətirmir. Deməli, Dilarə ilə onunki heç gətirmir deyir. Kimdən? Azadla gətirmir. Azad kimdir? Deməli, Azad həm sinif nümayəndəsidir, həm də öz fəaliyyət dərnəyinin rəhbəridir. Amma Dilarə ilə yola getmirlər. Həmidə təlaşla, "Bıy, elə niyə?" Süleyman, yəqin sancıb da Dilarə onu. Süleyman da tez Dilarədə görür fikri ki, yəqin Dilarə onu sancıb. Həmidə, "Yox, Dilarə elə qız deyil. İpək kimidir xasiyyəti." Deyir, "İpək kimi xasiyyəti var." Yəni o sanca biləcək qız deyil. Leyla, Azad deyir ki, güya Dilarə forsludur. Güya Dilarə deyir, fosludur. O gün daha öz aramızda qalsın. Dilarə deyib ki, ona Dilarə paltoda qayıdır, onun son sözlərini eşidir. Onun son sözlərini eşidir. Yaxşı, mumla. Deməli, Dilarə deyib, o da deyir ki, yaxşı, mumla. Da Dilarə o sözü deyə bilmir. Yox, Ayzə, mən heç nə demirəm, gedək. Leyla deyir ki, yox da Ayzə, mən heç nə demirəm, gedək. Dilarə, ana, bax, ancaq sənin xətrinə gedirəm, ha, Həmidə. Axı, sən mənim deməli, sözə baxan qızımsan. Sağ ol. Balalarım, yeni ildə xoşbəxt olun. Leyla, sizinlə belə. Dilarə hamı ilə görüşür, anasını öpüb gedir. Deməli, Dilarə də çıxdı getdi. Tofiq getmişdi dostları ilə, Dilarə də çıxdı getdi hara məclisə. Evdə kim qalıb? Rüstəm qalıb, bir də gələn Gülarə gəlir. Həmidə Gülarə gəlir. Mən bu saat gəlirəm, mətbəxə keçir. Süleyman, divar saatini Gülarəyə göstərir. Saat neçədir? Gülarə, özün görmürsən? Süleyman, yox, istəyirəm sən deyəsən. Gülarə, yaxşı, gedərik də. Süleyman deyir ki, yaxşı. Pilləkəndə dediyin yadındadır. Deyirdin, 5 dəqiqə artıq olmayacaq. İndi saata bax, Gülarə. Yaxşı, axı gəlib deməli gəlib, cicceləyib getmək də olmaz. Biraz oturmaq lazımdır da. Süleyman deyir ki, oturmaq üçün başqa vaxt getmək olar. Sabah başqa vaxt deyir gəlmək olar. Sabah gələrik. Bir gün gələrik. İndi gözləyirlər axı. Hörmət edib, saya salıb çağırıblar. Yaxşı deyil. Deməli, bunlar deyir ki, yaxşı deyil, çıxaq gedək. Bunu Süleyman məcbur edir. Gəliblər, deməli, bunlar qonaq gedəcəklər. Uşağı qoymağa gəliblər. Gülarə, hələ tezdir. Gələk elə hər yerə, həmişə biz görməmiş kimi hamıdan əvvəl gedək. Bu sözləri kim deyir? Hamıdan əvvəl gedək, görməmiş kimi hamıdan əvvəl gedək. Gülarə deyir. Süleyman, yox, gərək elə hər yerə, həmişə biz hamıdan axırda gedək. Bir dəfə yadıma gəlmir ki, bir yerə vaxtında çataq. Teatra gedirik, 3-cü zəngdən sonra çatırıq. Kinoya gedirik, sönəndən sonra qatara mütləq, gərək gecikək, biləcərdə minək. Deməli, Süleyman narazıçılıq eləyir. Narazıçılıq eləyir. Sonra Gülarə, hə, danış, təyyarəyə gecikirik. Havada minirik, gəmiyə gecikirik, üzə-üzə qaçırıq, çatırıq. Süleyman, bəli, təxminən elə belədir. Həmişə gərək gecikək, həmişə gərək. Gülarə, yaxşı, sən Allah, yenə başlama. Heç olmasa yeni il axşamı deyinmə. Bu Həmidə xala, bu saat anama deyim, gedərik. Mətbəxin qapısına tərəf gedir, eyni zamanda Həmidə xala çıxır. Əlində meyvə ilə dolu qab. Həmidə xala, bugün səhər bazardan özüm almışam, dedim. Tofiqin yoldaşları gələcək. Sizə qismət imiş. Ana, bilirsən, bizi Süleymanın müdürü çağırıb. Vaqif sizdə qalsa yaxşı, qalsın, yaxşı, Vaqif sizdə qalsın, yaxşı. Vaz Həmidə xalanın əlində titrəyir, meyvələr yerə tökülür. Deməli, vaz Həmidə xalanın əlində titrəyir, meyvələr yerə tökülür. Niyə? Çünki Həmidə xala fikirləşirdi ki, deməli, onlar qalacaqlar da, oturacaqlar şənliyə. Yerə tökülür. O əlib meyvələri yığışdıraraq və gülümsəməyə çalışır. Meyvələri yığışdırır və gülümsəməyə çalışır. Bura nədir? Remarkadır. Yadınızda qalsın. Remarkadır. Həmidə xala. Hə, görsən Allah, dağıtdıq meyvələri. Hə, nə deyirəm? Neynək qalsın Vaqif balam. Gülarə, mən özüm bu saat onu yatızdıracam. Daş kimi yatır. Səhərəcən oyanmayacaq. Amma hərdən bir bax, üstünü açmasın. Həmidə, arxayın ol. Hər halda mən 4 uşaq böyütmüşəm. Amma indidən niyə
yatızdırırsan. Qoy qalsın, mənimlə bir yerdə yeni ili qarşılasın. Sonra özüm yatızdıraram. Gülarə, yox Ayana, o gec olar. Yuxusunun vaxtı keçsə, sabah itə dönəcək. Süleyman səbirsizlənir və tez çıxmaq istəyir, ona görə deyir ki, nə oldu? Yatmadı. Həmidə, darıxma, bu saat yatar. Darıxma. Süleyman ayağa durur. O biri otağın qapısına tərəf gedir. Bu saat Rüstəmi çağırım. Yəqin sizin gəldiyinizi bilmir. Bu saat çağırıram, gəlsin, söhbət eləyin. Şahmat oynayın, uşaq da onacan yatar. Süleyman onun ardınca öz-özünə, bəli də, bu deməli, basa-basta bircə şahmat yarışı qalmışdı. Axı dedim Gülarəyə, aparaq uşağı mənim anamgilə qoyaq. Dedi, yox ki, yox. Anamdan başqa heç kimə ürəyim qızmır. Deyir, dedim, aparaq mənim anamgilə qoyaq. Deyir, dedi, anamdan başqa heç kəsə ürəyim qızmır. Bunu deməli Süleyman deyir ki, öz anamgilə aparmağı da demişəm. Süleyman gedək, Gülarə getdi. Gülarə sağ olana, Süleyman xudafiz, Həmidə xudafiz, xudafiz. Deməli, bunlar da çıxdılar, getdilər. İndi keçirik növbəti. Gedirlər, qapı çırpılır, Həmidə otağa qayıdır. Öz-özünə, xudafiz, xudafiz, balkon qapısına yanaşır, sonra qayıdıb döşlüyünü taxır, qollarını çirmələyir, ətrafına stulları, üstunları, qab-qacaq düzülmüş stolun səliqəsinə bir daha nəzər salıb, şkafdan salfet çıxarıb boşqabların ətrafına düzür. Qədəhləri bir də silir. Amma vazını ortaya çəkir və sair. Alma vazını ortaya çəkir və s. Divar saatı 11-i vurur. Həmidə xala mətbəxə keçir. Mətbəxdən səslər gəlir. Nəysə, bunlar oxuyuruq. Həmidə xalanın deməli görünüşü verir ki, nələr baş verir buradan. Qapını açıb, deməli oğru Rüstəmi çağırır ki, Rüstəm, ay Rüstəm. Rüstəm deyir, nədir? Necə yenə yatdın? Dur bala, yeni il yatmaq olmaz. Bütün ili yatarsan. Rüstəmin səsi gəlir ki, deyir, Rüstəmin səsi gəlir ki, axı nə deyirsən? Deyirəm, işim var, gəl mənə kömək elə. Rüstəm otağa gəlir, Həmidə xala onun qoluna girir və telefona tərəf gətirir. Götür, zəng elə. Hara? Özün bilirsən hara. Rüstəm deyir ki, yox. Deyirəm, zəng elə. Bax, uşaqlardan heç biri. Elə içi sən qarışıq, heç vaxt mənim sözümdən çıxmayıbsınız. Görürsən, uşaqları heç vaxt onun sözündən, deməli, anasının sözündən çıxmayıblar. Bu yeni il gecəsi sözümü yerə salma. Salsan, ömrüm boyu səninlə danışmaram və barışmaram. Amma, yox, axı, ana, yox, axı, deməli, Rüstəm deyir. Deyirəm, zəng elə, anası Həmidə deyir ki, deyirəm, zəng elə, qutarda, yumuşaq. Bax, məndən sənə əmanət, adam arasında çox söz olar, amma hər sözü deməli uzatmazlar. Hər sözü şişirtməzlər. Özünüz öz aranızda həll eləyin, qurtarıb getsin. Vəssalam. Atası da, anası da, qohum əqrəbəsi, qonşu, tanış, biliş, hamısı. Dost var, düşmən var. Niyə bu öz adamları yanında başı aşağı, deməli, gözü kölgəli eyləyəsən? Deməli, Rüstəm deyir ki, Ayana, axı sən birini bilirsən, birini bilmirsən. Həmidə deyir ki, bilmirəm, bilmək də istəmirəm. Rüstəm, mən bu axşam onunla görüşmək istəmirəm. Həmidə, görüşürsünüz, görüşmürsünüz, o öz işinizdir. Amma zəng eləməyinə, zəng elə. Axı, Rüstəm deyir, axı, Həmidə xala, əgər istəmirsən ki, bu axşam ürəyimi qırasan, bu əgər, deməli, mən səndən küssəm, çətin barışam, deyir. Mən lap ciddi deyirəm, səndən elə inciyərəm ki, Rüstəm dəstəyə qaldırıb, bax, ancaq sənin xətrinə deyə biri çıxır gedir, biri də deyir ki, ancaq sənin xətrinə götürüb zəng eləyir. Həmidə xala məmnun halda gülümsəyir, balaca Vaqifin yatan, deməli, divanına yanaşır. Oturur və Vaqifə baxır. Həmidə öz-özünə danışırmış kimi mışıl-mışıl yatan Vaqifə müraciət edir. Heç demə, Vaqif bala deyəsən Rüstəm dayını nişanlısı ilə barışdıracaq. Rüstəm, amma bilirsən, ana bilirsən, Həmidə deyir ki, gülümsünür. Can bala, sən də, Tofiq də yaman Qəzənfərə oxşayırsınız. Nədir ki? Heç elə belə deyirəm. Bax, o da tutulanda, pərtləşəndə beləcə yanağı pörtləşir. Rüstəm deyir ki, pərt, get abala, get. Mən də məndən də çoxlu salam de. Aha, qalstuğu bağlamağa başlar. Yox, bu olmadı da. Mən bilsəydim, ana, doğrudan da deyərdim ki, bu saat zəng eləyim. Deyim, gələ bilməyəcəm.
Mən bilmədim ki, sən təksən. Bu saat dayan, qalstukunu bağlayıb qurtarır. Güzgüyə deməli baxır. Bu saat zəng eləyim. Bu saat zəng eləyim deyir, zəng eləyim. Həmidə xala deyir ki, yox. Nə barədə elə iş tutasan get, yoxsa yaxşı dinməzsən. Yaxşı deməli düşməz, yaxşı düşməz. Mən Rüstəm deyir ki, mən bilmədim ki, sən təksən. Elə mən bilmədim sən təksən deyə Rüstəm qalır. Bir də Rüstəm bilirsən ki, mən axşamdan yatanam. Birazdan yerimə gelib yatacağam. Siz gələndə qapını bərk döyün ki, oyanım. Rüstəm, hə, sən yəni ildə çox oturursan, oturan deyilsən. Yeni ildə, yəni sən hə deyir. Yeni ildə çox oturan deyilsən. Həmidə deyir ki, yeni ildə deyir, çox oturan deyilsən. Deməli. Həmidə öz-özünə, ay oğul, sənin yadına gəlməz. Vaxt vardı bu evdə yeni il məclisi səhərə qədər dağılmazdı. Bütün gecəni süzüb deməli ortalıqdan çıxmaq bilməzdim. Səhərisi gün oynamaqdan qollarım sızım sızdardım. Rüstəm, diz sağ ol. Anasını öpüb gedir. Həmidə xala mətbəxə gedir. Əlində aş dolu iri bulud içəri qayıdır. Buludu stolun üstünə qoyur, stulları sahmana salır, öz-özünə danışır. Həmidə. Səkinə bacı, sən burada əyləş. Rəhimə, Nəzifə, qoy bu başa keçsinlər. Sən də, deməli, usta, sən də burada otur. Teymur, sən bura keç. Arvadının yanına, uşaqlar siz aşağı keçin. Neysə, bunlar haqqında danışır, yəni gələn qonaqlara yer göstərir. Həmidə, bu başıma xeyir. Bu kim ola? Qapı döyülür, deyir ki, başıma xeyir. Bu kim ola? Eynəkli kişi daxil olur içəri. Eynəkli kişi, deməli, daxil olur içəri. Kim gəlir? Eynəkli kişi. Daxil olur içəri. Ələkbərovun evi buradadır. Həmidə, bəli, nədir ki? Nədir? Sağlığın. Al bu teleqramı, bura qol çək. Teleqramı deyir, bura qol çək. Teleqramı deməli Həmidə alır, baxır. Buy, ürəyim düşmüşdü. Dedim görəsən deyir, nə olubdu? Ürəyim düşmüşdü, nə olub? Sakit və fərəhli halda deyir ki, Fərmandandır. Kimdəndir deməli gələn teleqram? Fərmandan. Fərman adlı adam var. Fərmandandır. Qəzənfər rəhmətliyin şəhərdi idi. İndi şükür özü adlı sanlı ustadır. Harda olur olsun bu bayramı mütləq gərək tel vursun. Heç yaddan çıxarmaz. Deməli bu deyir indi Həştərxandan vurubdur. Deyir indi Həştərxandan vurub mütləq deyir bizə həmişə deyir teleqram vurur. Yəni heç vaxt bizi yadından çıxarmaz. Sonra İndi deyir Həştərxandan vurub. Eynəkli kişi deyir ki, bacı, bütün bunları mənə heç dəxli yoxdur. İstəyir Həştərxandan vurmur, istəyir deməli Əngərxandan gərək bura qol çəkəsən. Vəssalam. Bu kişi nə deməli ətacı danışırsan. Kişiyə deyir ki, deməli sən nə ətacı danışırsan da deyir. Niyə deyir belə? Yəni biz deyirik ki, ağzı acıdır, acı dil insandır. Bu da deyir, nə acı danışırsan deyir. Deməli, eynəkli kişi də deyir ki, sən də mənim kimi axşam deyir, bu qədər gəzsəydin, elə danışardın deyir. Cəmaatı kefdə damaqda, mən də deyir, Həmidə xala deyir, nə deyirəm ki? Bu boyda pilləkan çıxmısan, otur. Heç olmasa bir nəfəsini dər, bir stəkan pürrəngi çay süzüm, deməli çay süzüm sənə deyir. Bir stəkan pürrəngi çay süzüm sənə. Biraz yumuşalaraq eynəkli kişi deyir ki, deməli yumuşalır, deyir ki, axı qayda qanun var. Mən indi vəzifə başındayam, qulluqdayam, Həmidə əşi. Çürükçü olma, bir stəkan çay içsən dünya dağılmaz ki, eynəkli kişi o da düzdür. Həmidə çay gətirir. Neyniyir? Çay gətirir Həmidə. Bu 3 teleqramı da çatdırsam, yəzinə gedib kəlləmi atıb yatım. Bəs yeni ili qarşılamırsan? Rəhmətliyin qızı, sənə mənə nə yeni il? Bu yeni il findifiruş cavanlar üçündür. Atılıb düşsünlər. Findifiruş, yəni belə deməli qəribə geyim keçinli olan cavanlar üçündür, nə bilim cavan uşaqlar üçündür ki,
Onlar üçün deyir, atılıb düşsünlər. Həmidə xala, elə niyə deyirsən? Bax, mən səndən yəqin 1-2 bayram böyük olaram. Amma görürsən, mən də oturub yenilik gözləyirəm. Qarşılayacağam. Görürəm, boşqabları düzmüsən, plov da yəqin dəmdədir. Qal, qonağımız ol. Eynəkli kişi deyir ki, sağ ol. Sağ ol deyir. Hə, rəhmətə sağ ol deyir. Ərindir, şəkildəki adamı göstərir. Həmidə də deyir ki, hə, rəhmətə gedib. Eynəkli kişi deyir ki, oğuldan uşaqdan nəyim var? 2 oğlum, 2 qızım. Neynəy deyir. Amma bilirsən də, bala ki var, bala deyil, bəladır. Ağzını xeyri aç deyir, kişi, niyə belə danışırsan deyir. O da deyir ki, deyirlər övlad ki var, əvvəl adamın qanını sovurur. Sonra da deyir, qanını sovurur. Sonra da deyir, ana bətnində olanda, sonra ki dünyaya gəlir, başlar deyir, canını verməyə, canını yeməyə deyir. Sonra süd əmir, sonra da adamın malını yeyir. Axırda da papağını qoyur ki, xudahafiz, bir də qiyamətdə görüşərik. Həmidə deyir ki, ay kişi, nə boş-boş deməli, baş ayaq vurursan, sən naxələf övladsan, övladdan niyə danışırsan? Sən mərifətli, qədir bilən övladdan danış. Niyə deyir mərifətsiz şeydən danışırsan deyir. Sən deyir, qədir bilən övladdan danış. Qədir bilən övladdan danış deyir. Sonra Həmidə, ay kişi, eynəkli kişi deyir ki, hardaydı qədir bilən övlad? Vaxtı hamısını quzu kimidir. Onda da uzun görməyəcəksən deyir. Quzu kimidir, elə ki böyüdürsən deyir, ya deyir, olacaqlar xuligan, ya da olacaqlar deyir baskın. Ya xuligan olacaqlar deyir, ya da deyir olacaqlar basacaqlar. Tutub deyir xuligan olacaqlar, ya tutub deyir basacaqlar dama. Üzünü görməyəcəksən. Ya da oxuyub adam eləyəcəksən. Neysə, bunlar haqqında danışır. Həmidə xala deyir ki, ay kişi, sən nə xeyir söyləməz kişisən deyir. Yəni, bir səfərə gedirəm, xeyir söylə, papağımı sənə verim, deyir, indidən ver. Bundan getdim, qayıtmadım. Birdən deyir, getdim, qayıtmadım. Deyir, sənə deyir, papağını verim, deyir. Bir anekdot danışır ki, papağımı verim, deyir, ver. Deyir, birdən getdin, qayıtmadın. Ona görə Həmidə xala deyir ki, nə deməli? Xeyir söyləməz insansan. Eynəkli kişi deyir ki, sözlərini eşitmir, qurtum deməli çay içərək öz-özünə danışırmış kimi məndə olan kəllə heç kəsdə yox idi. Həmidə xala deyir ki, sənin övladların naxələf çıxıb, təqsir övladındadır, yəqin pis tərbiyə edibsən. Eynəkli kişi deyir ki, hamısı elədir. Bayaq küçədə fikir verirəm 3 cavan oğlan. Deməli, dərs öyrənməkdən, kitab oxumaqdansa, yeyib gözlərini çirkini, həm nə olacaq onların axırı avara, cibgir, baş kəsən. Nə olacaq deyir onların axırı, cibgir, baş kəsən. A kişi deyir, sən nə xeyir söyləməz kişisən deyir. Xeyir söyləməzin əhvalatını eşitmisən də, onları danışır ki deyir, birdən getdin qayıtmadın, deyir, papağımı sənə verim, deyir, indidən ver, birdən getdin qayıtmadın. Eynəkli kişi də deyir ki, sanki onun sözlərini eşitmiş kimi deyir, qurtum. Deyir, məndə olan kəllə heç kəsdə yox idi deyir. Məktəbdə birinci şagirdi idi, müəllimlər başıma deyir, and içirdilər. Və deyir, oxumadım ki, işləyim, ailə saxlayım. Nə olsun deyir, dalısını oxumadım. İşləyim, ailə saxlayım, oğul uşağın axırını bir yana çıxarım. Hamısını oxutdum. İndi məni bəyənmirlər. Bütün uşaqlar deyir, oxutdurdum, indi məni bəyənmirlər. Sənin övladların naxələf çıxıb, təqsir özündədir. Yəqin pis tərbiyə etmisən. Daha hamını niyə qara yaxırsan? Hamısı elədir. Deyir, hamısı elədir. Bayaq küçədə deyir, fikir verirəm, deyir, 3 nəfəri, onlar da deyir ki, yəni onlar da elədir. Sonra eynəkli ki, yox balam, mənim övladlarıma deyir, min şükür, razıyam onlardan. Bunu kim deyir? Həmidə xala deyir. Hardadılar? Heç gözümə dəymirlər. Bəs bu boşqabları kimin üçün düzmüsən? Deməli, bunu eynəkli kişi deyir ki, gözümə dəymirlər. Həmidə xala da deyir ki, elə belə düzmüşəm də, onlar gediblər, yoldaşları çağılıb. Mənim məmnun halda deməli, eynəkli kişi məmnun halda deməli, gülümsüyür. Eynəkli kişi deməli, neyniyir? Məmnun halda gülümsüyür. Bəs mən nə deyirəm? Elə olacaq da, hamısı çıxıb gedəcək. Nə qədər ki, ağılları kəsmir, səndən asıldılar. Yanındadılar.
Elə ki əlləri çörəyə çatdı, atıb gedəcəklər. Budur bax, 4 uşağım var, 4'ü də. Təzə ilə axşamı anasını tək qoyub gedib. Heç yadlarına da düşmürsən indi onların. Həmidə, düz demirsən. Hamının yadındayam. Burada olmasalar da ürəkləri buradadır. Deyir, sən düz demirsən, deyir. Sonra ürəkləri, ay ürəkləri, ürəkləri, ay hay ürəkləri. Kişi yenə bunu neyniyir? Yəni bir belə lağyana deyir ki, ürəklərdə, gözdə deyir. Yəni nə ürəkləri nədir? Özləri ilə də hər şey. Hamısı zəng eləyib məni təbrik edəcəklər. Eynəkli kişi, ay elədilər ha. Bax bacı, adını da bilmirəm. Mənə hamı paçtalyon Bəşir deyir. Deməli paçtalyonun adı nədir? Bəşir. Deyir, mənə hamı paçtalyon Bəşir deyir. İndi övladlarının biri də axşam zəng eləsə, mənə paçtalyon Bəşir adını dəyişib qoyaram, telefon Bəşir. Deməli, öz adımı deyir, sənə uşaqlardan biri zəng eləsə, adımı dəyişib deyir, telefon Bəşir qoyaram. Yaxşı, mən gedim. Çay üçün çox sağ ol. Qismət deməli, qiyamət çayıdır. Sənə bir məsləhət verirəm. Bax, o qutunu görürsən, televizoru göstərir. Qur onu, otur qabağında. Qocalanda adama bir bu qalır. Nə olur olsun ondan olacaq. Bir salamat qal. Qapını örtüb gedir.